iqtisadiyyatın onurğa sütunu, istər makro səviyyədə, istər mikro səviyyədə olsun, tələb və təklifin ekvilibrium nöqtəsində birləşməsidir. Bu, eyni zamanda qiymətin müəyyən olma mexanizmidir. Yəni, nümunə ilə göstərəsi olsaq, əgər bir şey ölkədə az istehsal olunursa və ya bir mal az istehsal olunursa, avtomatik olaraq və tələb eynidirsə, avtomatik olaraq onun qiyməti qalxacaqdır. Çünki təklif tələbi qarşılamır. Eyni zamanda, əgər əks proses baş versə, bir şeydən çoxlu istehsal olmağa başlasa və tələb dəyişməsə, onun qiyməti daha aşağı düşməyə başlayacaqdır. Bu konsept əslində 14-cü, 15-ci əsrdən insanlara məlumdur ki, belə bir şey var, amma ümumi iqtisadi nəzəriyyədə danışdığımız kimi faktiki olaraq bu yazılıb, araşdırılmayıb ta ki 20-ci əsrlərin əvvəllərinə kimi. 20-ci əsrdən sonra iqtisadiyyat daha elm kimi oturuşmağa başladığına görə fərqli cərəyanlar, fərqli iqtisadi məktəblər inkişaf üçün istər tələb, istər təklif meyilli modellər hazırlayıblar. 20-ci əsrin əvvəllərində daha çox təklif meyilli modellər üstünlük təşkil edirdi. Məsələn, Sovetlər vaxtı elə bir təsəvvür var idi ki, əgər deyək ki, biz ayaqqabı fabriki tikiriksə ölkədə, 10 dənə ayaqqabı fabriki tikiriksə, onlar yaxşı işləyəcəklər və ayaqqabı üçün bazar yaranacaqdır. Sonradan yavaş-yavaş məlum olmağa başlandı ki, əslində bu heç də düzgün yanaşma deyil, iqtisadiyyat tələblə tənzimlənməlidir. Necə olur? Məsələn, əgər Azərbaycanda ayaqqabıya təklif varsa və əgər ölkədə bunu istehsal üçün şərait varsa, o tələb yavaş-yavaş özündən təklif yaradacaqdır. Yəni ki, birinci ayaqqabı istehsal edəcəklər, sonra gördü bu yaxşı pul qazanır, ondan sonra bir başqası ayaqqabı fabriki açacaqdır və belə bu davam eləyəcəkdir. Nəticədə tələb və təklif daima bir-birini tuturlar və bu iki qrafikin birləşdiyi yerə ekvilibrium nöqtəsi, yəni qiymətin müəyyən olma nöqtəsi deyilir.